Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşan ailələrdən ibarət köç karvanı paytaxtın Qaradağ rayonundan yola düşüb. Bu mərhələdə Sarıcalıya 153 nəfər olmaqla daha 39 ailə köçürülüb. İllərin vətən həsrəti sona çatır. Gözlərində sevinc, ürəklərində isə doğma yurda dönüşün həyəcanı var. Uzun illərdən sonra vətən torpağına qovuşurlar. Bəzilər üçün bu yeni bir həyatın başlanğıcı, bəzilər üçünsə keçmişə atılan addımdır. Neçə illərdir ki, öz vətənimizin həsrətini çəkirik. Orada bizim rəhmətə gedənlərimiz var. İstəyirik ki, oranı ziyarət edirik. İndi qaydırıq dənəyimizə, işimizə şükürlər olsun Allah'ın bu gününə. Arzu edirəm bütün nə qədər qaç gün köç üçün var, məcburi köç. Hamısı qaysın yerinə yurduna. Köç edən ailələr öz yurtlarını dirçəltmək, yeni həyat qurmaq üçün böyük sevinc və ümidlə yola düşürlər. Bugün mənim ən sevinçli günümdür. Ona görə ki, 32 il bundan əvvəl o torpaq işğal olunanda mən gəlmişdim. 32 yaşında. İndi hal-hazırda 64 yaşında torpağa qayıdıram. Ən orada yadda qalan xatirələrdən biri odur ki, bizim kəndin yuxarısında bir Abdal Cuvaqlı deyilən yer vardı. Ən mənzərəli, ən sərin sulu bir bulaqlı bir yer idi. Həmişə gedib orada durardıq, orada istirahət edərdik. Həyəcanlıyam, çox həyəcanlıyam. Öz torpağımıza gedirik. Uşaqlarımla çıxmışdım, indi şükür uşaqlar hamısı yanımızdadır. İnşallah hamımız qaydırıq. Bundan sonra arzularım olan uşaqlarımın toyunu eləmək öz elimizdə, obamızda məskunlaşıb oturacağıq. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır. Günəş Rizayeva, Rəşad Əkbəroğlu, Fidan Səfər, Space xəbər.